Birinin şahın qabağında günah olur. Şah bunu çağırır, deyir boynu vurulsun. Çox yalvarır şah ki, vurma boynumu. Deyir, onda sənə bir şərtim var, 10 gündə vaxtım var. Git bu dünyada məndən varlı adam tapsan, gətir, səni bağışlayacağım. Adam düşür, kənd, şəhər, 10 gün bir adam tapa bilmir. Kör peşman 10 gündən sonra gələndə yolda susuyur. Görür bir çoban, bədheybət bir çoban, 2 metrdən də yuxarı boyu var, əli, ayağı uzun biri. Qoyun otarır, 5-6 qoyunu var, 1-2 də danası. Deyir, mənə bir stəkan su verir, içir. Deyir, niyə belə fikirrirsən? Deyir, çoban adamsan, nə inirsən ki, niyə fikirliyim? Deyir, dərdinə bəlkə əlac elədim. Deyir, başıma belə bir iş gəlib, şah deyib, varlı bir adam tap mənə. Məndən varlı tapmasan, səni öldürəcəm. Deyir, gedək o şahın yanına, mən şahdan varlıyam. Deyir, 2-5-6 qoyunum var, 1-2 də danam. Deyir, sənə sağ qalmaq lazım deyil. Bu bəladan atlamaq lazım deyil. Mən gedək, mən adladım da. Şimdi əlacı da yox idi, onsuz da başqa bir əlacı. Bununla düşür, gəlir saraya, şah deyir, gətirin. Tapdım məndən varlı adam. Özü də inanmadan deyir, qibli ələm sağ olsun. Bilin, tapmışam çöldədir, deyir, sizdən varlıyam. Gəlir, şah baxır, görür, bir bədheybət biri, 2 metr boyu, boylu, xonlu, əli, ayağı uzun. Deyir, sən məndən varısın, deyir, çox var. Şah da orta boylu biri olur. Deyir ki, boyum səndən hündürdür, deyir, hə. Deyir, öləndə sənə çox ağ bükəcəklər mənə, deyir sənə. Deyir, bu dünyadan aparacağımız o ağ olacaq, başqa bir şey olmayacaq.